İşimizi necə geri qaytaraq? Motivasiya ümumiyyətlə müxtəlif faktorlardan qaynaqlanır. Mən düşünürəm ki, ümumiyyətlə motivasiyanın ən yaxşı motivasiya yüksəldən amil insanın vizyonudur. Və əgər hər hansı bir gənc insan özünün motivasiyasını itiribsə, özünə inamı zədələnibsə, o mütləq ki, ilk öncə özünü kəşf prosesinə çıxmalıdır. Yəni özünü kəşf eləməlidir. Mən kiməm? Mənim dəyərlərim nədir? Mən həyatdan nə istəyirəm? Mənim həyat məqsədim nədir? Mən hara gedirəm kimi, yəni vacib suallara cavab axtarmaqla başlamalıdır və insan özünün həyat məqsədini təyin etdikdən sonra, vizyonunu dəqiqləşdirdikdən sonra artıq motivasiya düşkünlüyü də müvəqqəti xarakter daşır. Onu tez bərpa eləmək olur. Çünki artıq bu daxildən qaynaqlanır. Mən deyərdim ki, insanın həyat məqsədi onun getdiyi əsas istiqamətdir. Hara gedirəm, son nöqtədir. Həyat vizyonu isə insanın marşrutudur və dəyərlərini yaxşı təyin eləmiş insan, həyat məqsədini bilən insan və həyatını öz məqsədi, dəyərləri və vizyonu əsasında yaşayan insan motivasiyasını da itirməyəcək. Xırda özünə inam problemləri yarandıqda isə artıq bunu hədəfə çevirəcək və onu yüksəldəcək.